سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Ramazana hazırlıq baxımından bu ayda tövhidi gerçəkləşdirməyə çalışmaq, qəlbi və dili təmizləmək. Qəlbi və dili təmizləmək. O kəs ki, nicat, yəni qurtuluşa çatmaq istəyir, cəhənnəmdən xilas olmaq istəyir, oddan salamat qalmaq istəyir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin etiqadına bəsirət gözü ilə baxmalı və bununla maraqlanmalıdır və bilməlidir ki, Allah Teala elə ondan ötürü bizi yaratmışdır, tövhiddən ötürü, ibadətdə Allahı təkləşdirməkdən ötürü. Və insan şirkdən xilas olmağa çalışmalı, həm zahirən və həmçinin daxilən. Qəlbini ona qarışan şeylərdən təmizləməklə və həmçinin şirkə aparan maddələrin kökünü kəsməklə. Hansı ki, kin, küdurətdir, həsəddir və digər xəstəliklərdir və bunlar da insanı şirkə aparır və qəlbi bundan təmizləməlidir ki, insan salamat qalsın. Yəni, bir insanın əgər qəlbi təmiz olarsa, salamat olarsa, mümkün deyil ki, qəlbində müsəlmanlardan hər hansı bir kəsə qarşı çirkab, kin, küdurət saxlasın. Hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, وَلَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى يُحِبَّ لِأَخِي مَا يُحِبُّ لِنَفْسِ. Sizdən biri kamil iman sahibi olmaz, özü üçün sevdiyini qardaşı üçün sevmədikcə. Yəni, imanı səhih, yəni kamil olması, yəni Allahın yanında tərəzidə mötəbər bir iman sayılmaz, özü üçün sevdiyini qardaşı üçün sevmədikcə. Yəni, necə ola bilər ki, insan qardaşına qarşı qəlbində kin, küdurət, həsəd və buğz, nifrət saxlasın. Və belə olarsa, qəlb necə islah olsun? Yəni, insanın qəlbi düzəlir şirkdən xilas olmaqla, bidətdən xilas olmaqla, kin, küdurətdən və digər məzəmmət olunan xislətlərdən və qəlbin də düzəlməsi, islahı belə olur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu şərtin üzərində mükafat tərtib etmişdir. Və buyurur ki, İzə saləhət saləhə. Əgər o ət parçası sağlam olarsa, bədən sağlam olar. Şərtlə gəlir. Sağlam olarsa, o da sağlam olar. Yəni, buyurur ki, bədəndə bir ət parçası vardır. İzə saləhət saləhəl cəsədi kullu. O ət parçası sağlam olarsa, bütün bədən sağlam olar. Yəni, insanın digər orqanları sağlam olar. Yəni, göz sağlam olar, harama baxmaz, qulaq sağlam olar, haram dinləməz və əl sağlam olar, yəni harama uzanmaz və ayaq sağlam olar, yəni haram yerə getməz, addımlamaz. Və idə fəsədət fəsədəl cəsədi kullu. Əgər qəlb körlanarsa və bütün bədən körlanar və bilin ki, o da qəlbdir. Deməli, bu şərtin üzərində tərtib olunan mükafatdır. Yəni, insanın düzəlməsi, salih olması qəlbin salih olmasına bağlıdır. Yəni, insanın həyatının belə düzəlməsi qəlbin düzəlməsinə görədir. Necə ki, hədisdə keçir, İzə fəsədəl qalbu fəsədəl cəsəd. Əgər qəlb körlanarsa, bütün bədən körlanır və bütün həyat körlanır. Onda qəlbin düzəlməsi necə olur? Qəlbin düzəlməsi necə olur? Qəlbin şirkdən təmizlənməsi ilə, bidətdən, kindən, küdurətdən və məzmum, yəni məzəmmət olunan xislətlərdən təmizlənməklə olur. İbn-i Macənin Sunan əsərində Abdullah ibn Amr radiyallahu anhudan gələn rəvayətdə deyir ki, Qilə lin-nəbi sallallahu aleyhi və səlləmə mən afdalun nəs.
Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə deyilir ki, insanların ən əfzəli, ən üstünü kimdir? İnsanların ən üstünü kimdir? Və buyurur ki, kullu məxmumul qalbi saduqil lisan. Qəlbi məxmum olan və dili doğru olandır. Yəni insanların ən üstünü qəlbi məxmum olan və dili doğru olandır. Və deyirlər ki, ya Rasulullah, dili doğru olanı bunu bilirik. Bəs qəlbi məxmum olan nədir? Və onda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, huvət-təqiyyun nəqi, əlləzi la ismə fihi. Yəni, məxmum qəlb o qəlbdir ki, təqvalıdır, pakdır, hansı ki, orada günah yoxdur, və lə bəğyə, azğınlıq yoxdur, və lə qillə fihi, kin-küdurət yoxdur, və lə həsədə və həsəd yoxdur. Deməli, insanların ən üstünü qəlbi məxmum olan və dili doğru olandır, yalan danışmayandır. Və sonra məxmumu izah edərək buyurur ki, təqvalıdır, Allah qorxusu var, ən-nəqi təmizdir, günah yoxdur o qəlbdə və azğınlıq yoxdur, kin-küdurət yoxdur və həsəd yoxdur. Allah qatında əməllərin ən üstünü və insanların ən üstünü köksü, qəlbi salamat olandır. Yəni, kin-küdurətdən, həsəddən uzaq və təmiz olandır. Və buna görə qəlb məsələsi olduqca mühümdür. Yəni, qəlb baxılan yer, qiyamət günü də baxılan yer qəlbdir. يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللّٰهَ بِقَلْبٍ سَلِيمٍ. O gün nə mal dövlət, nə oğul uşaq fayda verəcəkdir. Yalnız Allahın huzuruna salamat qəlblə gələndən başqa. Ona görə digər hədisdə də gəlir ki, İnna Allah la yanzuru ila suvarikum və la ila əcsamikum. Yəni Allah Teala sizin surətinizə və zahiri görünüşünüzə baxmaz, lakin qəlbə və qəlbdən doğan əməllərə baxır. Yəni Allah Teala'nın baxdığı yer bizim qəlbimizdir. Amma çox təəccüblü olan burasıdır ki, insanların baxdığı yeri təmiz saxlamaya çalışırıq. Amma Allah Teala'nın baxdığı yer çirkab, natəmiz vəziyyətdə qalır və onu aradan qaldırmağa çalışmırıq. Və bundan sonra insan bu aya dilini də təmizləməklə daxil olmalıdır. Nəvavi Rahiməhullah buyurur ki, yəni bil ki, hər bir mükəlləf dilini hər bir kəlamdan qorunmalıdır, yalnız xeyri, məsləhəti üstün olandan başqa. Nə vaxt kəlamın xeyri ilə zərəri eyni olarsa, tərk olunması daha üstündür. لِأَنَّهُ قَدْ يَنْجَرُّ الْكَلَامُ مُبَاحِ. Hətta mübah olan, özü-özlüyündə icazəli olan danışıq belə uzandığı zaman insanı harama da aparır və yaxud bəyənilməyən danışıqlara aparır. Və bu da adətdə çoxdur. Salamatçılığa da bərabər bir şey yoxdur insanın salamat qalmasına. Əbu Hureyra radiyallahu anhudan gələn rivayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mən kənə yu'minu billahi vəl yevmil əxiri fəlyəqul xeyran əv liyasmud. Kim Allaha və qiyamət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun. Yəni fikir versək görərik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha və qiyamətə imanı yanaşı gətirir. Allaha və qiyamətə. Baxmayaraq ki, imanın da ayaqları 6-dır, amma onların ikisini qeyd edir. Allaha və qiyamətə iman. Yəni bu da onu bildirir ki, əgər insan Allaha düzgün şəkildə iman gətirərsə və qiyamətə öləndən sonra dirilməyə düzgün şəkildə iman gətirərsə, ya xeyir danışacaq və yaxud da susacaq. Yəni dilini qoruyacaq. Çünki bilir ki, dediyinə görə hesab var, sorğu-sual var və artıq danışıqdan qorunacaq. Əgər insan görsə ki, danışığını düzəltmir və danışığında xələl var, problem var və bilməlidir ki, axirətə olan imanında da problem var. Və bu hədis açıq aydındır ki, yəni insan danışdığı zaman xeyir danışmalı. Xeyri üstün olan bir sözü danışmalıdır.
nə vaxt yəni xeyrində, xeyrin ortaya çıxmasında şəkk edərsə, danışmamalıdır. Və insanın təmizləməsi bəzəməsindən daha üstün belə bir qayda var. İnsan birinci bir yeri yəni ətirləməzdən əvvəl yuyur, təmizləyir. Və bəzəməzdən əvvəl təmizləmək öndədir. Yəni bu iki şeyə diqqət yetirməliyik. Deməli, təmizləmək deyildiyi zaman dili nədən təmizləməliyik? Dili qeybətdən. Dili qeybətdən, fuhuş, çirkin sözlərdən, yalan sözdən, yalan şahidlikdən və yalan danışmaqdan. Və aləmlərin Rəbbi Allahu Teala bizə bəyan etmişdir ki, insan qardaşının qeybətini edərsə, elə bil ki, onun ölmüş ətini yeyir. Və bu da insan təbiətinin xoşlamadığı bir şeydir. Nəfslər bundan uzaqlaşır, uzaq olur. Və lakin həkədə huvə fi qubhi, yəni çirkin, yəni onun iyrənc olmasında bu qədər şiddətlidir, yəni qeybət. Səhih Müslimdə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kullul muslimi aləl muslimi haramun, yəni müsəlmanın müsəlmana, yəni hər tərəfli haramdır, qanı, irzi və malı. Yəni qanı, irzi, yəni şərəf ləyaqəti. Yəni onun haqqında danışılması, yəni elə bir ki, insanın irzi haqqında danışılması sayılır və həmçinin malına toxunulması. Və digər hədisdə Bara ibn Azib radiyallahu anhdan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ər-ribə 72 bəbən, yəni faizin 72 qapısı vardır. Və onun ən şiddətlisi isə insanın qardaşının irzinə dil uzatmasıdır. Yəni şərəf ləyaqətinə. Və Ənəs radiyallahu anhına gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ləmmə uricə bi marartu bi qovmin ləhum azfar. Mən göyə qaldırıldığım zaman bir qövmün yanından keçdim, onların misdən dırnaqları var idi. Yaxmişunə vucuhən və suduram. Onlar o dırnaqları ilə üzlərini və sinələrini cırırdılar. Fəqultu mən həuləyə Cibril. Dedim ki, ey Cəbrail, bunlar kimlərdir? Və buyurdu ki, həuləyə yəkunən luhumən nəs və yəqaunə fi a'radihim. Bunlar insanların ətlərini yeyib, onların irzlərinə toxunanlar, yəni şərəf ləyaqətinə dil uzadanlardır. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm insanların ətlərini yeməkdən çəkindirir və onların irzinə dil uzatmaqdan və buna görə də insan dilini təmizləməlidir, təmiz saxlamalıdır. Bu ayda və təmiz halda da Ramazan ayına daxil olmalıdır. Yalnız dilini xeyir olan işlə açmalıdır. Çünki insan ola bilər ki, qiyamət günü salih əməllərlə gəlsin və onların hamısı tükənsin. Yəni başqasının qeybətini etdiyinə görə, zülm etdiyinə görə, yəni onun o əməlləri ona getsin, savabları onda heç nə qalmasın. Və hətta əməllər qurtardıqdan sonra onların günahları buna yüklənərək cəhənnəmə atıla bilər, Allah qorusun. Yəni, وَلَيْسَ تَغِيبْ أَنْ تَذْكُرَ أَخَاكَ بِمَا لَيْسَ فِيهِ. Yəni, qeybət deyildiyi zaman o demək deyil ki, sən qardaşında olmayan bir şey deməyindir. Olmayan bir şey deməyin bu böhtandır. Qeybətdən də şiddətlidir. Amma qeybət isə qardaşında olan bir şeyi, yəni xoşlamadığı bir şeyi deməkdir. Yəni, qaybə sözü qeyb sözündəndir. Yəni, orada yoxdur məclisdə. Məclisdə yoxdur və onun haqqında danışılır. O isə o danışığı xoşlamır. O isə o danışığı xoşlamır. Və bu qeybət sayılır. Olan bir şey danışmaq qeybət sayılır. Və ona görə Allah Teala bənzədir ki, Əyuhibbu əhadukum ən yəkulə ləhmə əxi meytən fəkərihdumu. Yəni, sizdən biri ölmüş qardaşının ətini yemək istəyərmi? Əlbəttə ki, bunu xoşlamazsınız. Deməli, ölü ətini yemək haramdır və üstəlik qardaşının ətini daha şiddətlidir. Deməli, o haramdırsa qeybət də haramdır. Və həmçinin ölən insanın əti yeyildiyi zaman insan özünü qoruya bilmir, müdafiə edə bilmir. Və eyni ilə də məclisdə insan olmadığı zaman onun haqqında danışılarkən özünü müdafiə edə bilmir, cavab verə bilmir.
və ona görə bu cür şiddətlidir. Məclisdə onun haqqında danışılarsa və o cavabını verə bilər. Cavabını verər, çünki məclisdədir. Onu məclisdə olmadığı yerdə haqqında danışıldığı üçün, yəni Allah Teala onu bənzədir ölmüş bir insanın, qardaşının ətini yeməyə. Və Allah Teala istəyirik ki, dilimizi qeybətdən, böhtandan təmizləsin, gözümüzü və qulağımızı da xəyanətdən təmizləsin və əzalarımızı da zülmdən təmizləsin. Və buna görə də Ramazan ayı gəlməzdən əvvəl gərək hər birimiz dilimizi təmizləməyə çalışmalı və sonra dilimizi Qur'anla, zikirlə bəzəməliyik, Allahı təsbih etməklə və bu isə təmizlədikdən sonra yaxşı əməllərlə bəzəmək sayılır. Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Teala onu gözəl əxlaqı tamamlamaq üçün göndərmişdir. Gözəl əxlaqın əsaslarını möhkəmlədir və ona çağırır və bunun üzərində bina qurur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Lə yəti alən-nəsi amun illə vəl-ləzi ba'dahu şerrun minhu." Yəni insanlara elə bir dövr gələcəkdir ki, ondan sonra gələn daha şər olacaqdır. Yəni hər gələn il əvvəlkindən daha şər olacaqdır. Yəni getdikcə şərrə doğru gedir, şər daha da çoxalır və buna görə də müsəlman Rəbbindən qorxmalı, təqvalı olmalı, danışığını, dilini qorumalı və özünü Allahın nəzarətində hiss etməli. Kəmə ləv kənə yuraqibə aduvan lədun yəsə fi hələki ən yuraqibə alə hədiyə sıfə lisanə. Necə ki, insan qəddar bir düşməni nəzarətdə saxladığı kimi, hansı ki, o düşmən onun həlakına çalışır və bilməlidir ki, ondan da şiddətli olan insanın dilidir. لِأَنَّهُ رُبَّمَا كَلِمَةٌ خَرَجَتْ مِنْهُ فَأَوْرَدَتْهُ الْمَهَالِكِ. Ola bilər insandan çıxan bəzi sözlər insanı həlakə sürükləsin. وَإِنَّ الْعَبْدَ لَيَتَكَلَّمُ بِالْكَلِمِ مِنْ سَخَطِ اللَّهِ. Yəni insan Allahın qəzəbinə gələn bir söz danışar. لَا يُلْقِي لَهَا بَالًا. Ona o qədər fikir verməz. Yəni o qədər şiddətli olmasına yəhvi biha fi cəhənnəm və onun səbəbi ilə cəhənnəmə yuvarlanar. Yəni insan bəzən danışır, amma danışığına fikir vermir. Yəni o dərəcədə də ağır olduğunu bilmir, amma onun səbəbi ilə də insan cəhənnəmə yuvarlanır. Və buna görə dilimizi qorumalı, yalnız gözəl olan şeyləri danışmalı. Necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, "Mən kən yu'minu billahi vəl yevmil axir fəlyəqul xeyran əv liyasmut." Kim Allaha və qiyamətə inanırsa, ya xeyir danışsın və yaxud da sussun. Və Allah Teala istəyir dilimizi düzəltsin və Allahın qəzəbinə gələn hər bir şeydən təmizləsin və hər birimizin sonunu gözəl etsin. Hələlik bununla kifayətlənir. İnşallah suallar varsa suallara keçirik.